Bu gün ulduzlar sizin üçün hansı sürprizi hazırlayıb? Hansı burç böyük uğur qazanacaq? Kimisə vacib qərar qarşısında qalacaq? Videonu sonuna dek izləyin. Çünki bugün eşidəcəyiniz bir məlumat planlarınızı tamamilə dəyişə bilər. Öz burcunuzu tapın və gündəlik proqnozu qaçırmayın. Koç burcu, bugün sizin üçün adi gün olmayacaq. Günün ilk saatlarından bəzi hadisələr səbrinizi sınağa çəkə bilər. Xüsusilə yaxın insanlarla danışarkən sözlərinizə diqqət edin. Bir anlıq əsəb sonradan peşman olacağınız vəziyyət yarada bilər. Hər addımınızı düşünərək atmaq daha doğru olacaq. Maliyyə məsələlərində də ehtiyatlı olun. Gözünüzə xoş görünən hər şeyə pul xərcləməyə tələsməyin. Gün ərzində qarşınıza maraqlı bir təklif çıxa bilər, amma hər parlayan şey qızıl deyil. Qərar verməzdən əvvəl bütün detalları nəzərdən keçirin. Bu günün ən maraqlı tərəfi gözləmədiyiniz bir xəbər və ya zəng ola bilər. Uzun müddətdir əlaqə saxlamadığınız biri sizə yazacaq və ya zəng edəcək. Bu hadisə əhvalınızı tamamilə dəyişdirə bilər. Ürəyinizi sevindirəcək anlar yaşamaq ehtimalınız yüksəkdir. İş və fəaliyyət sahəsində diqqət mərkəzində olacaqsınız. Fikirləriniz başqalarının marağına səbəb olacaq. Adətən sizi dinləməyən insanlar belə bugün sözlərinizə əhəmiyyət verə bilər. Buna görə də özünüzə inanın və düşüncələrinizi açıq şəkildə ifadə edin. Daxilınızda qəribə bir hiss yaranacaq. Sanki həyat sizə vacib bir şeyi xatırlatmaq istəyir. Uşaqlıq xatirələri, köhnə hobbilər və sizi xoşbəxt edən sadə şeylər yenidən diqqətinizi çəkəcək. Özünüzə bu hissləri yaşamağa icazə verin. Axşam saatlarında isə sizə xoş və səmimi mühit gözləyir. Dostlarla söhbət, ailə ilə keçirilən vaxt və ya sadəcə rahat bir axşam bütün yorğunluğunuzu azaldacaq. Hər şeyi nəzarətdə saxlamağa çalışmayın. Bəzi hadisələr sizin müdaxiləniz olmadan da ən yaxşı şəkildə həll olunacaq. Bugün sizi sevindirəcək kiçik, amma dəyərli bir sürpriz gözləyir. Boğa burcu, bugün sakit görünən, amma içində çox hadisə gizlədən bir gündür. Ən maraqlısı isə odur ki, ətrafınızdakı insanlardan birinin əsl niyyətini görə bilərsiniz. Eşidəcəyiniz bir söz sizi uzun müddət düşündürəcək. Tələsməyin, ilk hisslə qərar verməyin. Bəzən insanlar sizi incitmək üçün yox, sadəcə özlərini qorumaq üçün fərqli davranırlar. Pul məsələsində diqqətli olmaq vacibdir. Əlinizə müəyyən məbləğ keçə bilər, amma gözlənilməz xərclər də arta bilər. Bugün lazımsız alış-verişdən uzaq durun. Kiçik qənaət yaxın günlərdə sizə böyük rahatlıq verə bilər. Sevgi həyatınızda isə maraqlı anlar yaşana bilər. Gözlədiyiniz diqqəti dərhal görməsəniz də bunu sevgisizlik kimi qəbul etməyin. Bəzən hisslər sözlə deyil, davranışlarla göstərilir. Əgər subaysınızsa, gözlənilməz bir tanışlıq baş verə bilər. Amma ilk gündən hər şeyə inanmaq düzgün olmaz. İş həyatında sakit və düşünülmüş addımlarınız sizi digərlərindən fərqləndirəcək. İnsanlar fikrinizə dəyər verəcək və hətta sizdən məsləhət istəyəcəklər. Öz bacarığınıza şübhə etməyin. Bugün dediyiniz bir fikir gələcəkdə sizə yeni imkanlar aça bilər. Evdə isə nəsə dəyişmək istəyiniz yarana bilər. Otağı toplamaq, köhnə əşyalardan qurtulmaq və ya uzun müddətdir təxirə saldığınız işi bitirmək sizə daxili rahatlıq gətirəcək. Axşam saatlarında baş tutacaq bir söhbət gələcəyiniz üçün vacib ola bilər. Cavab verməzdən əvvəl yaxşı düşünün. Bugün düzgün seçilən sözlər uzun müddətdir davam edən anlaşılmazlığı aradan qaldıra bilər. Talih sizə bir seçim təqdim edəcək və doğru qərar verənlər bunun müsbət nəticəsini çox tez görəcəklər. Əkizlər burcu, bugün planlarınız bir neçə dəfə dəyişə bilər. Əvvəlcə bu sizi narahat etsə də, sonradan başa düşəcəksiniz ki, hər dəyişiklik sizi daha yaxşı nəticəyə yaxınlaşdırır. Həyat bəzən yolu çətinləşdirir ki, doğru istiqaməti tapa biləsiniz. Beyniniz yeni fikirlərlə dolu olacaq, ardı-arası kəsilməyən ideyalar yaranacaq və onların hamısını yadda saxlamaq çətin olacaq. Ona görə də ağlınıza gələn hər maraqlı düşüncəni qayd edin. Bugün kiçik görünən bir fikir yaxın zamanda böyük uğurun başlanğıcı ola bilər. Maddi məsələlərdə ehtiyatlı davranın. Son vaxtlar xırda xərclərə çox fikir verməmisiniz. Bugün isə
Büdcənizi yenidən nəzərdən keçirmək faydalı olacaq. Lazımsız alış-verişdən uzaq durmaq gələcəkdə sizi rahatladacaq. Sevgi həyatınızda səmimiyyət ön plana çıxır. Ürəyinizdə saxladığınız hissləri düzgün zamanda ifadə etsəniz, münasibətləriniz daha da möhkəmlənə bilər. Əgər subaysınızsa, bugün tanış olacağınız biri gələcəkdə həyatınızda xüsusi yer tuta bilər. İş həyatında sizi sevindirəcək hadisələr baş verəcək. Sizi gözdən salmağa çalışan insanlar istədikləri nəticəni əldə edə bilməyəcəklər. Əksinə, sizin uğurunuz daha çox diqqət çəkəcək. Sakit və ağıllı davranışınız sizə üstünlük qazandıracaq. Axşam saatlarında özünüzə vaxt ayırın. Uzun müddətdir yalnız başqalarını düşünürsünüz. Bugün isə sizi xoşbəxt edən kiçik məşğuliyyətlərə qayıtmaq üçün əla fürsətdir. Günün sonunda alacağınız bir xəbər və ya səmimi söhbət gələcəyə daha ümidlə baxmağınıza səbəb olacaq. Bəzən ən böyük dəyişiklik məhz kiçik bir qərarla başlayır. Xərçəng burcu, bugün ürəyiniz danışmaq istəyəcək. Uzun müddətdir içinizdə saxladığınız hissləri artıq gizlətmək çətin olacaq. Əgər demək istədiyiniz bir söz varsa, onu bugün söyləməkdən çəkinməyin. Səmimi söhbət münasibətlərdəki buzları əridə və sizi rahatlaşdıra bilər. Həddindən artıq narahatlıq isə gününüzü ağırlaşdıra bilər. Hər problemi öz üzərinizə götürməyin. Bəzən buraxmaq və hər şeyi zamana həvalə etmək ən doğru qərardır. Öz rahatlığınızı qorumaq bugün hər şeydən vacibdir. Maliyyə məsələlərində diqqətli olun. Pulunuzu və qiymətli əşyalarınızı təhlükəsiz yerdə saxlayın. Böyük qazanc dalınca qaçmaq əvəzinə sabit və düşünülmüş addımlar atın. Kiçik, amma ağıllı qərarlar sizə daha çox fayda verəcək. Sevgi həyatınız isə xoş sürprizlərlə dolu ola bilər. Sevdiyiniz insana ilk addım atmaqdan çəkinməyin. Gözlədiyinizdən daha isti və səmimi cavab ala bilərsiniz. Evli olanlar isə həyat yoldaşından eşidəcəyi xoş sözlərlə özlərini daha dəyərli hiss edəcəklər. İş və yaradıcılıq sahəsində yeni imkanlar görünəcək. Xüsusilə yaradıcı peşədə çalışanlar bacarıqlarını göstərmək şansı əldə edəcəklər. Özünüzü gizlətməyin. Bugün sizi fərq edən insanlar gələcəyiniz üçün vacib rol oynaya bilər. Axşam saatlarında isə özünüzə vaxt ayırın. Gəzinti edin, dincəlin və ya sizə zövq verən yeni bir məşğuliyyət tapın. Günün sonunda qarşılayacağınız kiçik bir hadisə və ya eşidəcəyiniz xəbər yaxın gələcəkdə həyatınızda başlayacaq gözəl dəyişikliklərin ilk işarəsi ola bilər. Şir burcu, bugün güclü enerjiniz hər kəs tərəfindən hiss olunacaq. Amma əsas məsələ güclü görünmək deyil. Bu gücü düzgün idarə etməkdir. Kimsə sizi əsəbləşdirməyə çalışa bilər. Əgər sakit qala bilsəniz, qazanan siz olacaqsınız. Bəzən sakit davranış ən böyük üstünlükdür. İnsanlar bugün dediklərinizə diqqətlə qulaq asacaqlar. Buna görə də hər sözünüzü düşünərək söyləyin. Xüsusilə işdə və ailədə aparılan söhbətlər gələcək münasibətlərə təsir göstərə bilər. Sakit və ağıllı yanaşmanız hörmət qazandıracaq. Maddi məsələlərdə tələsməyin. Əlinizə pul keçsə belə onu dərhal xərcləmək düzgün olmaz. Lazımsız alış-verişdən uzaq durun. Yaxın günlərdə qarşınıza daha dəyərli bir fürsət çıxa bilər. Ailə həyatında isə mehriban söhbətlər üçün alverişli gündür. Əgər aranızda anlaşılmazlıq olubsa, bugün onu aradan qaldırmaq mümkündür. Qarşı tərəfi diqqətlə dinləmək sizə çox şeyi başa düşməyə kömək edəcək. Sevgi həyatınızda romantik ab-hava hiss olunacaq. Sevdiyiniz insanla birlikdə keçirəcəyiniz sadə bir axşam belə uzun müddət yadda qalacaq. Əgər subaysınızsa, sizə maraq göstərən biri artıq ətrafınızda ola bilər. Sadəcə bunu görmək üçün biraz diqqətli olun. Yaradıcılıqla məşğul olanlar üçün isə uğurlu gündür. Fikirləriniz və bacarıqlarınız diqqət çəkəcək. Özünüzü göstərməkdən çəkinməyin. Bugün atacağınız addımlar gələcək uğurlarınızın təməlini qoya bilər. Axşam saatlarında alacağınız xoş xəbər və ya gözlənilməz görüş əhvalınızı daha da yüksəldəcək. Bugün anlayacaqsınız ki, asıl lider insanlara hökm edən deyil, onlara inam və istilik verə bilən şəxsdir. Bu xüsusiyyət sizi hamının gözündə fərqləndirəcək. Qız burcu, bugün kiçik görünən hadisələr gələcəyiniz üçün böyük əhəmiyyət daşıya bilər. Təsadüfi bir söhbət və ya gözlənilməz görüş fikirlərinizi tamamilə dəyişdirə bilər.
Buna görə də heç bir detallı diqqətdən kənarda qoymayın. Həyat bəzən ən vacib mesajlarını ən sadə yollarla çatdırır. Maliyyə sahəsində qarşınıza maraqlı təkliflər çıxacaq. Hamısı cəlbedici görünsə də tələsməyin. Hər variantı diqqətlə dəyərləndirin. Bugün verilən ağıllı qərar yaxın gələcəkdə sizə rahatlıq gətirəcək. İş həyatında dəqiqliyiniz və məsuliyyətli yanaşmanız yüksək qiymətləndiriləcək. İnsanlar sizə etibar edəcək və vacib işləri sizə həvalə edə bilərlər. Öz bacarığınızı gizlətməyin. Bugün atacağınız addımlar yeni imkanların qapısını aça bilər. Sevgi həyatınızda isə dinləmək danışmaqdan daha vacib olacaq. Qarşınızdakı insanın hisslərini anlamağa çalışın. Səmimi söhbət münasibətləri daha da möhkəmləndirəcək. Əgər sübəysinizsə, gözlənilməz tanışlıq ürəyinizdə yeni hisslər oyada bilər. Ailəniz də diqqətinizi gözləyir. Son günlər işləriniz səbəbindən onlara az vaxt ayırmışsınızsa, bu axşam birlikdə keçirdiyiniz sadə anlar hər kəsə xoş təsir edəcək. Özünüzü də unutmayın. Son vaxtlar çox düşünmək sizi yorub. Biraz gəzmək, sevdiyiniz işlə məşğul olmaq və ya sadəcə dincəlmək sizə yeni enerji verəcək. Günün sonunda hiss edəcəksiniz ki, bugün verdiyiniz kiçik qərarlar yaxın günlərdə həyatınıza böyük müsbət dəyişiklik gətirəcək. Tərazi burcu. Bugün həyat sizi vacib bir seçim qarşısında qoya bilər. Adətən hər kəsi razı salmağa çalışırsınız, amma bu dəfə öz istəyinizi ön plana çıxarmaq lazım gələcək. Unutmayın, özünüzü dəyərləndirmək egoizm deyil. Əksinə, bu başqalarının da sizə daha çox hörmət etməsinə səbəb olacaq. Bugün insanların əsl niyyətini hiss etmək sizin üçün daha asan olacaq. Kimsə sizə çox gözəl sözlər deyə bilər, amma məqsədi tam farklı ola bilər. Digər tərəfdən, sərt görünən biri əslində sizin xeyrinizi düşünür. Qərar verərkən yalnız deyilən sözlərə yox, hisslərinizə də güvənin. Maliyyə məsələlərində uzun müddətdir təxirə saldığınız planları yenidən gözdən keçirin. Gəlir və xərclərinizi diqqətlə hesablayın. Bugün atacağınız ağıllı addımlar gələcəkdə sizi lazımsız problemlərdən qoruyacaq. İş həyatında nəzakətiniz və sakit davranışınız diqqət çəkəcək. Amma hər dəfə güzəştə getmək düzgün deyil. Haqlı olduğunuzu bilirsinizsə, fikrinizi inamla müdafiə edin. Bu cəsarət sizə yeni imkanlar qazandıra bilər. Sevgi həyatınızda isə səmimiyyət hər şeydən vacib olacaq. Hisslərinizi gizlətməyin. Açıq söhbət münasibətləri daha da möhkəmləndirəcək. Əgər subaysınızsa, sizə maraq göstərən bir insanın baxışlarını nəhayət farq edə bilərsiniz. Axşam saatlarında sizi sevindirəcək bir xəbər və ya xoş görüş gözlənir. Günün sonunda anlayacaqsınız ki, əsl xoşbəxtlik yalnız başqalarını razı salmaqda deyil, öz ürəyinizin səsini dinləməkdədir. Bu seçim yaxın günlərdə həyatınıza gözəl dəyişikliklər gətirə bilər. Əqrəb burcu. Bugün hissləriniz həmişəkindən daha güclü olacaq. İnsanların demədiyi sözləri belə hiss edə bilərsiniz. Buna görə də daxili səsinizə qulaq asın. O sizi düzgün istiqamata aparacaq. Gün ərzində gözlənilməz bir təklif və ya xəbər ala bilərsiniz. İlk anda qərar verməyə tələsməyin. Hər addımın nəticəsini yaxşı düşünün. Bugün səbir və soyuqqanlılıq sizə daha çox qazandıracaq. Maddi baxımdan şanslı gündür. Borcunuz geri qaytarıla, əlavə gəlir əldə edə və ya yeni qazanc imkanı yarana bilər. Amma buna baxmayaraq pulunuzu düşünülməmiş şəkildə xərcləməyin. Qiymətli əşyalarınıza da diqqət edin. Kiçik bir diqqətsizlik sonradan peşmanlıq yarada bilər. Sevgi həyatınızda maraqlı dəyişikliklər gözlənilir. Kimsə sizi etiraf edə və ya münasibətdə daha ciddi mərhələyə keçirmək istəyə bilər. Əgər münasibətdəsinizsə, sevdiyiniz insandan gözləmədiyiniz qədər qayğı və diqqət görəcəksiniz. İş həyatında insanlar sizin fikrinizə güvənəcək və məsləhət almaq istəyəcəklər. Amma hər kəsin yükünü öz çiyinlərinizə götürməyin. Öz hədəflərinizi də unutmayın. Bugün biraz tək qalmaq sizə yaxşı təsir edəcək. Sakitlik içində düşünmək uzun müddətdir axtardığınız cavabı tapmağınıza kömək edə bilər. Axşam saatlarında sizi sevindirəcək bir xəbər və ya xoş görüş gözlənilir. Günün sonunda anlayacaqsınız ki, ən böyük qələbə başqalarını məğlub etmək deyil, öz qorxularınızı geridə qoymaqdır. Bu addım həyatınızda yeni və uğurlu bir dövrün başlanğıcı ola bilər.
Ox Adam burcu. Bugün həyatınızda dəyişiklik ilk növbədə daxilinizdə başlayacaq. Uzun müddətdir sizi narahat edən bir məsələ artıq sona yaxınlaşır. Keçmişin yükünü buraxmağa hazır olduğunuzu hiss edəcəksiniz. Bəzən irəli getmək üçün əvvəlcə geridə qalanları qəbul edib yola salmaq lazımdır. Bugün təsadüfi görüşlərə və eşitdiyiniz sözlərə diqqət edin. Qarşılayacağınız bir insan və ya qısa bir söhbət gələcək planlarınızı dəyişə bilər. Həyat sizə vacib işarələri adi hadisələr vasitəsilə göndərəcək. Maddi baxımdan yeni imkanlar görünəcək. Əlavə gəlir əldə etmək və ya yeni işə başlamaq fikri yarana bilər. Amma tələsməyin. Hər təklifin həm üstünlüklərini, həm də risklərini diqqətlə qiymətləndirin. Yaxınlarınızın fikrini dinləmək bugün sizin üçün çox faydalı olacaq. Tək başına qərar vermək əvəzinə yaxınlarınızla məsləhətləşin. Kiçik anlaşılmazlıqları böyütməyin. Yumşaq söz bugün ən güclü silahınız olacaq. Sevgi həyatınızda isə hisslərinizi gizlətməyin. Darıxdığınız insana yazın. İnciklik varsa ilk addımı atmaqdan çəkinməyin. Subay olanlar üçün isə gözlənilməz tanışlıq maraqlı bir başlanğıca çevrilə bilər. Axşam saatlarında özünüzü daha rahat hiss edəcəksiniz. Elə bil uzun müddətdir çiyninizdə daşıdığınız yük yüngülləşəcək. Bugün geridə qoyduğunuz hər şey sabah qarşınıza yeni və daha gözəl imkanlar çıxaracaq. Bəzən ən böyük uğur yeni bir şey qazanmaq deyil, artıq sizə lazım olmayan yükdən azad olmaqdır. Oğlaq burcu. Bugün qarşınıza gözləmədiyiniz bir fürsət çıxa bilər. Maraqlısı odur ki, bu imkan heç gözləmədiyiniz bir insan və ya söhbət vasitəsilə gələcək. Buna görə də gün ərzində etdiyiniz hər görüşə və tanışlığa diqqətlə yanaşın. Bugün tanış olduğunuz biri gələcəyinizdə mühüm rol oynaya bilər. Maddi baxımdan sizi sevindirəcək xəbər almağınız mümkündür. Gözlənilməz gəlir, köhnə borcun qaytarılması və ya sərfəli təklif ahvalınızı yüksəldəcək. Amma bugün risk etməkdənsə pulu ağılla idarə etmək daha faydalı olacaq. İş həyatında zəhmətiniz nəhayət qiymətləndiriləcək. Rəhbərlik və ya həmkarlar sizin əziyyətinizi görəcək. Lakin hər şeyi tək etməyə çalışmayın. Sizə kömək etmək istəyən insanlara imkan verin. Birgə əməkdaşlıq bugün sizə daha böyük uğur gətirə bilər. Ailə münasibətlərində sözlərinizə diqqət edin. Xüsusilə yaşlı ailə üzvləri ilə danışarkən mehriban olun. Kiçik bir xoş söz belə onların qəlbini sevindirə bilər. Sevgi həyatınızda xoş anlar yaşayacaqsınız. Sevdiyiniz insan sizə dəyər verdiyini hiss etdirəcək. Əgər subaysınızsa, bugün başlayan tanışlıq gələcəkdə ciddi münasibətə çevrilə bilər. Axşam saatlarında bir qədər tək qalmaq istəyəcəksiniz. Bu sakitlik sizə gələcək planlarınızı daha aydın görməyə kömək edəcək. Gün ərzində baş verən kiçik bir hadisə və ya söhbət yaxın aylarda həyatınızı dəyişdirəcək böyük başlanğıcın ilk addımı ola bilər. Dolça burcu. Bugün sizi digərlərindən farklandıran ən böyük üstünlüyünüz qeyri-adi düşüncə tərziniz olacaq. Ağlınıza gələn bir fikir çoxların diqqətini çəkə bilər. Buna görə də özünüzü geri çəkməyin və düşündüklərinizi paylaşmaqdan çəkinməyin. Bugün söylədiyiniz bir fikir gələcəyiniz üçün yeni qapılar aça bilər. İş həyatında diqqət mərkəzində olacaqsınız. Rəhbərlik və ya ətrafınızdakı insanlar fəaliyyətinizi yaxından izləyəcək. Verdiyiniz qərarlar gələcəkdə də xatırlanacaq. Tələsmədən ağıllı addımlar atmaq sizə böyük üstünlük qazandıracaq. Maddi baxımdan xoş sürpriz mümkündür. Gözləmədiyiniz yerdən gəlir əldə edə və ya sərfəli təklif ala bilərsiniz. Ancaq bu sevinç sizi lazımsız xərclərə sövq etməsin. Qazandığınız pulu gələcək planlar üçün qorumaq daha doğru seçim olacaq. Ailə daxilində kiçik anlaşılmazlıq yarana bilər. Sakit danışıq və anlayışlı münasibət gərginliyi tez aradan qaldıracaq. Bugün mübahisə yox, səmimi söhbət daha çox nəticə verəcək. Sevgi həyatınızda bahalı hədiyyələrə ehtiyac yoxdur. Kiçik diqqət, qayğı və ürəkdən deyilən bir söz münasibətinizi daha da möhkəmləndirəcək. Qarşı tərəf sizin səmimiyyətinizi hər şeydən çox qiymətləndirəcək. Axşam saatlarında yeni ideyalar sizə ilhamlandıracaq. Bugün ağlınıza gələn bir fikir yaxın günlərdə böyük uğurun başlanğıcı ola bilər. Bəzən insanın taleyinə dəyişən ən böyük addım sadəcə öz fikrinə inanmaq olur.
Balıq burcu. Bugün hissləriniz sizi aldatmayacaq. Daxili düyümünüz həmişəkindən daha güclü olacaq və kimin səmimi, hansı yolun doğru olduğunu ürəyinizlə hiss edəcəksiniz. Bəzən ağlın tapa bilmədiyi cavabı qalb çoxdan bilir. Ona görə də bugün öz hisslərinizə güvənin. Yaradıcılıq enerjinizdə yüksələcək. Uzun müddətdir həyata keçirmək istədiyiniz bir fikir varsa, onu təxirə salmayın. Kiçik görünən bir ideya gələcəkdə böyük uğura və ya əlavə qazanca çevrilə bilər. Özünüzə inanmaq bugün ən böyük üstünlüyünüz olacaq. Maddi məsələlərdə ehtiyatlı davranın. Yeni qazanc imkanı yaransa da qərar verməzdən əvvəl hər şeyə diqqətlə düşünün. Lazımsız xərclərdən uzaq durmaq yaxın günlərdə sizi daha rahat hiss etdirəcək. İş həyatında yeni tapşırıqlar ala bilərsiniz. İlk baxışda maraqsız görünən iş sonradan sizin üçün dəyərli təcrübəyə çevriləcək. Heç bir fürsəti kiçik hesab etməyin. Ailəniz və yaxınlarınız bugün diqqətinizi gözləyir. Onlarla keçirəcəyiniz səmimi anlar sizə rahatlıq gətirəcək. Evli olan balıqlar isə sevdiyi insanın dəyərini bir daha hiss edəcək və münasibətlər daha da istiləşəcək. Axşam saatlarında özünüzə vaxt ayırın. Yazmaq, musiqi dinləmək, rəsm çəkmək və ya sadəcə sakitlikdə qalmaq sizə yeni ilham verəcək. Bugün başlayan kiçik bir fikir gələcəkdə həyatınızı dəyişdirəcək böyük bir uğurun başlanğıcı ola bilər. Əziz izləyicilər, əgər bugünkü burç proqnozu xoşunuza gəldisə, videonu bəyənməyi unutmayın. Hansı burç olduğunuzu şərhlərdə yazın və bu videonu yaxınlarınızla paylaşın. Hər gün yeni və maraqlı burç proqnozlarını izləmək üçün kanalımıza abunə olun. Ulduzlar yolunuzu daim işıqlandırsın.